Hər birinizi salamlayıram. Bugün biz 15 müxtəlif Python sualına baxacağıq. Və videoya keçməmişdən öncə xahişim odur ki, əgər videonu bəyənsəz, like eləyib abunə olmağı və öz fikirlərinizi bildirməyi unutmayasınız. İndi isə gəlin sualların izahına baxaq. Sualların hamısı Dövlət İmtahan Mərkəzinin test toplusundan götürülmüşdür və onların dərin izahına bugün baxacağıq. Elə isə vaxt keçirmədən birinci sualla başlayaq. 61-ci sualda deyilir ki, klaviaturadan 103 ədədi daxil edilərsə, Python ilə yazılmış proqramın nəticəsini tapın. Əvvəlcə koda keçməmişdən, daha doğrusu icraata keçməmişdən öncə demək istəyirəm ki, bu kodda xüsusi bir deməli təyinat var. Bu təyinat nədir? Gəlin ona baxaq. N bərabərdir int input, S bərabərdir 0 və while n nə qədər ki 0-dan böyükdürsə, n bərabərdir n-in 0 bölməsindən alınan qalıq. Artıq burada bir ipucu var. Deməli, nə edir burada? Qalığı tapmış olur və r-ə mənimsətmiş olur. 8 bölməsindən alınan qalıq. Və burada nəsə şərt qoyur və ondan sonra n bərabərdir n-in 8 bölməsindən alınan tam hissə. Bu əslində bizə tanış gəlməlidir. Baxın, bu üçlü bizə tanış gəlməlidir. Hardan? Say sistemlərindən. Bu alqoritm əslində bir ədədin, yəni n onluq ədədinin 8-li say sistemindən keçirmə qaydasıdır. 8 bölməsindən alınan qalığı tap və 8-ə yenidən təzədən böl. Yəni tam hissəni tap. Və burada əslində əsas məqam nədir? Deməli, 8-ə bölməsindən alınan qalığı tapır və r-ə mənimsədir. Dolayısıyla bu 8-li say sistemində 8-ə bölməsindən alınan qalığı tapır və bu 8-li say sistemindəki rəqəmi tapmış olur. Və buradakı digər məsələ isə bu rəqəmi tapır. Əgər həmin rəqəm, yəni r, 2-ə bölməsindən alınan qalıq 1-ə bərabərdirsə, yəni həmin rəqəm təkdirsə, onda nə ilə? S bərabərdir S plus R, yəni həmin rəqəmi S-in üzərinə gəlmiş ol. Bu belə. Deməli, dolayısıyla bu nə eləmiş oldu bu kod? Eyni onluq ədədini götürür və onun 8-li say sistemindəki rəqəmlərinə baxır, tək rəqəmlərini cəmləmiş olur. Və əgər mən 103 ədədini götürmüşəmsə, bunu 8-li say sistemində təsvir eləyir və oradakı rəqəmlərin hamısına baxır və təklərin hamısını S-in üzərinə gəlir və cəmləyir. Ən sonunda isə S-i çap eləmiş olacaq. Dediyimizi tətbiq eləyə gəlin. Deməli, 103-ü 8-li say sisteminə çevirməliyəm mən. 1 buradan 8, 2, 23 bölünsün 2, 16. Oradan da eləyəcək 7, 12, 8-ə bölsəm 1, qalıq qalacaq 4. Deməli, 1, 4, 7, 8-li say sistemində bu 1, 4, 7-yə bərabərdir. Və burada da ki, tək rəqəmlərin cəmini istəyirdi məndən. Onların cəmi isə 1 ilə 7-nin cəmi 8 eləyir. Doğru cavab da 8 olacaqdır. Maraqlı sual idi və DİM-in test istifadə etdiyi say sisteminə çevirmə məsələsinə aiddir bu. Gəlin digər suala baxaq. 85-ci sual. Python ilə yazılmış proqramın nəticəsini tapın deyir mənə. Burada əvvəlcə demək istəyirəm ki, for dövründən istifadə olunub və deməli, ən sona d-ni çap eləyir və d-də necə dəyişir? Əgər h 0-dan böyükdürsə, onda d bərabərdir d plus 1. Görək h necə tapılır? H-ın tapılma qaydası bu şəkildədir ki, burada götürdüyü a-nı bu ifadədə yerinə qoyur. Həmin ifadə əgər 0-dan böyük alınarsa, onda d-nin üzərinə 1 gəlmiş olacaq. Yəni, dolayısıyla bir nə edəcək? Əgər mənim bu a üstə gəlsin 35 vurulsun, a çıxılsın 15 ifadəsi 0-dan böyükdürsə, deməli, nə edir? D-nin üzərinə 1 gəlmiş olur. Əvvəlcə baxaq ki, bizim təyin oblastımız, yəni təyin oblast dediyim nədir? A-nın qiymətləridir. Qiymətlərimiz nələrdən ibarətdir? Bu aralıqda qiymətləri alır və bilirəm ki, mən for dövründə, range-in içərisində birinci rəqəm, yəni -60, bu aralığa daxildir, amma sonuncu rəqəm daxil deyil. Yəni 60 daxil deyil, ona görə 59 daxildir. Deməli, mənim ala biləcəyim qiymətlər hansılardır? -60-dan 59-dur. Bu şəkildə. İndi bu bərabərsizlik 0-dan böyük olmalıdırsa, gəlin əvvəlcə buradan a-nın ala biləcəyi qiymətlərə baxaq. Yəni bərabərsizliyin ödənəcəyi həllərə baxaq. Deməli, intervallar üsulundan bunu həll edəcəm. 15 bura, daha doğrusu -35 bura və 15 də bura. İntervallar üsuluna görə 15-dən böyük bir şey bu ifadəyə yenə qoysam müsbət, mənfi, müsbət bu şəkildə alınacaq və mənə nə lazımdır? 0-dan böyük ifadələr lazımdır. Deməli, 0-dan böyük ifadələr lazımdırsa əgər, onda mən mənfi sonsuzluqdan -35-ə, -35 daxil deyil,
birləşsin 15-dən müsbət sonsuzluğa. Bu aralıq, bu bərabərsizliyin həllidir. İndi isə mən baxıram ki, bu aralığa mənim buradakı ədədlərimin hansı uyğun gəlir, daha doğrusu neçəsi uyğun gəlir ki, neçəsi deyirəm, çünki D-nin üzərinə hər dəfə mən 1 gəlirəm. Yəni, dolayısıyla mən hansı A-ların, yəni daha doğrusu neçə A-ların ödəndiyini hesablayan bir proqramdır bu. Və burada görürəm ki, gəlin bu ifadə ilə bu ifadəni kəsişdirək. Görürəm ki, burada deməli mənfi 60-dan mənfi 35-ə qədər, mənfi 35 daxil deyil, amma mənfi 60 daxildir. Mənim bu deməli aralığıma görə birləşsin 15 daxil deyil, amma 59 daxildir. Deməli 59 daxildir, mənfi 60 daxildir, mənfi 35 daxil deyil, amma 15 daxil deyil. Belə. İndi isə gəlin görək burada neçə ədəd daxildir, onu hesablayaq. Sizə bir dənə qısa yol deyim. Deməli, mənfi 35-dirsə əgər bu, mənfi 35 daxil deyilsə, amma mənfi 36 daxildirsə, onda mən bunu mənfi 60, mənfi 36 şəklində yaza bilərəm. Və bunu da 15 daxil deyilsə, 16-dan 59-a qədər yaza bilərəm. Çünki mənə tamlar soruşulur və bu aralıqda mənə okeydir. Mən bu iki dənə aralıqda, yəni tam daxildirsə əgər, burada bu aralıqda neçə ədədin olduğunu tapmaq üçün 60-dan 36-nı çıxıb üzərinə 1 gəlirəm. Yəni 60-dan 36-nı çıxsam eləyəcək 24, 24-ün üzərinə 1 gəlsəm 25 alınacaq. 25 nədir buradan? Gəlirəm bura 59-dan 16-nı çıxaram, üzərinə 1 gələrəm. 59-dan 16-nı çıxın 43, 43-ün üzərinə 1 gəlin 44. Deməli 44 dənə buradan, 25 dənə buradan, ümumilikdə isə totalda 69 ədəd A, yəni A dəyişəni, A dəyəri bu deməli bərabərsizliyi ödəyir. Və bu bərabərsizlik ödəndiyi üçün D-nin qiyməti 69 vahid artacaq və D-nin qiyməti nə olacaq? 69 olacaqdır. Bu şəkildə gəldim 95-ci suala. Python-da yazılmış proqramın icrası zamanı klaviaturadan hansı ən böyük natural ədəd daxil edilməlidir ki, nəticədə əvvəlcə 3, sonra isə 6 çap olunsun. Deməli, əvvəlcə 3 çap olunmalıdır deyə A-nın qiyməti nə olacaq? 3 olacaq. B isə nə olacaq? Deməli, 6 olacaq. İndi, A və B-nin nə iş gördüyünü amma mən burada bilmirəm. Gəlin baxaq. Deməli, x bir ədəddir. Tamam. A 0-dır başlanğıc dəyəri, B isə 0-dır. Və deyir ki, nə qədər ki bu x 0-dan böyükdürsə, onda A-nın üzərinə 1 gəl. Fərqi yoxdur, hər hansı bir şərt vermir. Deyir ki, sadəcə nə qədər ki 0-dan böyükdürsə, A-nın üzərinə 1 gəl. Və deyir ki, əgər mənim bu x-in 2-yə bölünməsinə alınan qalıq 0-dan fərqlidirsə, yəni bir ədədin 2-yə bölünməsinə alınan qalıq 0-dan fərqli olarsa, deməli 1-ə bərabərdir. Çünki 2-yə bölünməsinə alınan qalıq ya 0 olacaq, ya 1 olacaq. Əgər 0-dan fərqlidirsə, deməli bu 1 imiş. Əgər bir ədədin 2-yə bölünməsinə alınan qalıq 1-dirsə, deməli o ədəd tək ədəddir. Deməli, mənə dolayısıyla bu şərt deyir ki, tək ədədlər üçün B-nin üzərinə x-in 8-ə bölünməsindən alınan qalığı gəl və ən sonda x-in 8-ə bölünməsindən alınan tam hissəni gəl. Maraqlı sualdır, gəlin baxaq. Əvvəlcə onu demək istəyirəm ki, bu sualı həll etməmişdən öncə əvvəl də verdiyim məlumatdan istifadə edərək deyə bilərik ki, bu 8-lik say sistemində olan, yəni ədədi 8-lik say sisteminə çevirir və onun rəqəmlərinə baxır və rəqəmlərindən tək olanları nə edir? B-nin üzərinə gəlmiş olur. Təkrar deyirəm. Deməli, bu ifadə, başqa rənglə gəlin göstərək, qırmızı rənglə. Bu ifadə və bu ifadə. Bu üçlü mənə deyir ki, ədədimi 8-lik say sisteminə çevir və 8-lik say sistemindəki bütün rəqəmləri, daha doğrusu tək rəqəmlərin hamısını neyinə? B-nin üzərinə gəl. Bəs buradakı A nəyi bildirir? Buradakı A onu bildirir ki, nə qədər ki mənim x-im 0-dan böyükdürsə, yəni dolayısıyla deyir ki, nə qədər ki mənim ədədim mövcuddursa, 0-dan böyükdürsə, varsa, onda A-nın üzərinə 1 gəl. İndi, əgər A-nın son qiyməti 3-dürsə, deməli bu neçə dövr baş veribmiş? Hər dövrdə 1 vahid artırsa, deməli 3 dövrə bu proqram daha doğrusu dövr yekunlaşıb, düzdürmü? Düzdür. İndi, 3 dövrə bu proqram, daha doğrusu dövr yekunlaşıbsa, deməli, mənim ədədim 3 rəqəmdən ibarət imiş. Hardan bildim? Çünki hər səfərində 8-ə tam bölür.
Əgər bir ədəd 3 dəfə 8-ə tam bölünürsə və iş bitirsə, onda bu ədədin 8-lik sistemindəki ifadə 3 rəqəmdən ibarət imiş. Deməli, mənim bu ədədim 3 rəqəmdən ibarətdir. Əla. İndi gəldim buradakı ifadəni daha dərindən öyrənməyə. X-in 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdir, yəni təkdir. Onu soruşur məndən. Bəs bu nə deməkdir, ay müəllim? Axı burada 8-ə bölünməsindən alınan qalığın tək olduğunu yoxlamır. Onu yoxlasaydı deyərdik ki, bu əslində 8-lik sistemində rəqəmlərin tək olduğunu yoxlayır. Bəs axı yoxlamır. Biz onu hardan bildik? Çünki çox maraqlıdır. Gəlin baxaq. Ədədin 2-yə bölünməsindən alınan qalığı tapmaq əslində 8-likdə olan ifadənin son rəqəminə baxmaq deməkdir. Maraqlı cümlə oldu. Gəlin izah edeyim necədir vəziyyət. Baxın, tutaq ki, siz ABC ədədini fikirləşirsiniz və bu ABC ədədi 8-lik sistemindədir. Gəlin bunu onluq sisteminə çevirək. Onluq sisteminə çevirsəz, 0, 1, 2 ilə nömrələsəz, deməli 64A üstə gəlinsin 8B üstə gəlinsin C alınacaq. İndi sizdən soruşuram. Əgər bu ədədimin, yəni bu ABC ədədinin 2-yə bölünməsini istəyirəmsə, dolayısıyla nəyi sizdən istəyirəm? Təbii ki, son rəqəmin 2-yə bölünməsini istəyirəm. Çünki bu ədəd zaten 2-yə bölünür. 8B də 2-yə bölünür. Amma C-nin 2-yə bölünüb bölünməməsi çox şey dəyişir. Əgər 2-yə bölünərsə, onda bu ədəd cütdür. Amma əksi halda təkdir. Yəni son rəqəm mənə onu deyir ki, daha doğrusu bu ədədin 2-yə bölünüb bölünmədiyi o mənə deyir ki, son rəqəm 2-yə bölünür yoxsa yox. Yəni dolayısıyla bu x-in 2-yə bölünməsindən alınan qalıq, dolayısıyla rəqəmin 8-lik sistemində olan rəqəmin 2-yə bölünməsindən alınan qalığı yoxlamış olur. Yəni ona görə burada dim ehtiyac duymayıb ki, siz bunu bu şəkildə yazasınız. Yəni bunun bu şəkildə yazılmasına dim ehtiyac duymayıb. Bu şəkildə və gəldik nəyə? İndi isə mən 3 rəqəmli də düzəltməliyəm. 3 rəqəmli də düzəltməliyəm, amma görürəm ki, burada B nə imiş? 6 imiş. B nəyi göstərirdi mənə? Tək rəqəmlərin cəmini göstərirdi. İndi mən elə ədədlər seçməliyəm ki, elə rəqəmlər seçməliyəm ki, daha doğrusu 8-lik sistemində, yəni 0-dan 7-yə qədər elə rəqəmlər seçməliyəm ki, orada olan tək rəqəmlərin cəmi 6 eləsin. Maraqlıdır. 6-nı əmələ gətirmək üçün hansı 2 tək rəqəmlərin cəmindən istifadə edə bilərəm? Təbii ki, bu hansı olar? Daha doğrusu 3 rəqəm də ola bilər, fərqi yoxdur. Hansı olardı? 1 ilə 5-in və yaxud da 5 ilə 1-in cəmi və yaxud da 3 ilə 3-ün cəmi olardı. Başqa bir versiya yoxdur. İndi mən çalışmalıyam ki, ən böyük natural ədədi düzəldim, düzdürmü? Ona görə çalışıram ki, birinci rəqəmə tutaq ki, 7 verim. 7 olmaz. Axı mən ən böyük düzəldirəm, niyə olmur? Çünki 7 qoysam, ən böyük tək ədəd nə olacaq? Daha doğrusu, tək ədədlərin cəmi nə olacaq? Artıq 6-dan böyük olacaq. Yəni 7-dən də daha böyük olacaq. Amma mənə deyir ki, tək rəqəmlərin cəmi nə olsun? 6 olsun. Ona görə 7 bura getməz. Çünki tək rəqəmlərin cəmi 6-dan çox olar. Ona görə mən bura 7 yox, 6 yaza bilərəm. Cütdür, problem deyil. Zaten cəmdə cüt ədədlər istəmir, tək ədədlər istəyir. Ona görə 6 qoymağında bir sorun yoxdur. İndi gəldim ikinciyə. Bu 2 ədədin cəmini elə göstərməliyəm ki, elə şəkildə göstərməliyəm ki, onların cəmi nə olsun? 6 olsun və ikisi də tək olsun. Çünki bir ədədlə mən tək ədədin cəmiyyət, bir tək ədəd göstərə bilmərəm ki, o 6 olsun. Çünki 6-nın özü cütdür. Ona görə bu ikisinin cəmini elə göstərməliyəm ki, onların cəmi 6 olsun. Yəni, ya bu 1-5 olacaq, ya da 5-1. Məndən də ən böyük natural ədəd istədiyinə görə, ona görə mən bunu 5-1 şəklində yazsam daha uyğun olar. Deməli, yekunda mənim 6-5-1 8-lik sistemində olan bu ədədimin tək rəqəmlərinin cəmi 6-dır və ümumilikdə 3 rəqəmdən ibarətdir. İndi isə cavab 651-dirmi? Xeyr, çünki bu x-imin özü onluq sistemindədir. Burada sadəcə 8-yə bölür deyə o 8-lik sistemində göstərilmiş olur. Yəni, bunu onluğa keçirməliyəm ki, cavabı tapım. 0, 1, 2 ilə işarələsəm, 6 vurulsun 8-in kvadratı üstə gəlinsin, 5 vurulsun 8 üstü 1 üstə gəlinsin, 1 vurulsun 8 üstü 0. Buradan da ki,
cavabı tapmış ola bilərsiniz. Yəni həll etsəz cavab çıxacaq bu şəkildə. 26-cı sualla davam eləyək. Deməli 26-cı sualda deyilir ki, Python-da yazılmış proqramın nəticəsini müəyyən eləyin. Burada ümumiyyətlə listlərdən danışılır. Listlər üzərində bəzi metodlar tətbiq olunur. Baxıram ki, deməli 1, 3, 5, 7, 9-dan ibarətdir list və a.append 11 artıq a listinə biz nəyi append eləyəcəyik? Append eləyəcəyimiz ədəd 11-dir və append ədədi sonuna əlavə edir, listin sonuna əlavə edir deyə artıq mənim yeni listim nə olacaq? 9-dan sonra vergül 11. Artıq list bağlandı. Sonra deyir ki 13 əlavə elə. Hə, əla. Deməli 11-dən sonra bir dənə də 13 əlavə eləməliyəm. Deməli 13 də bura əlavə olundu. Və ondan sonra deyir ki, insert 5-ci indeksə 10 elementini. Yəni insert necə işləyir? Birinci gələn indeks, ikinci gələn elementdir. Yəni 5-ci indeksdə, 5-ci indeksdə yerə 10-u əlavə elə. Bəs 5-də olan element hara gedəcək? Sağa sürüşəcək sadəcə. Yəni 5-ci olan indeksin yeri açılacaq, digərləri sağa sürüşdü. Ondan sonra 10 gəlir orada dayanır, o birilər arxasınca gəlir. Deməli, artıq burada 0, 1, 2, 3, 4, 5 ilə indeksləsəm, artıq 11-in yerində nə dayanacaq? 10 dayanacaq. Yəni, yekun deməli, listim necə olacaq mənim bura qədər? 1, 3, 5, 7, 9, sonra 10, 11 və 13. Bu şəkildə. Və remove 9 deyir. Mən bilirəm ki, remove dəyərə görə silir. Yəni 9 dəyərini artıq siləcəm buradan. 9 silindi. Və delete A 5-ci indeksli element. Yəni artıq A-nın 5-ci indeksli elementini siləcəm. Yəni 0, 1, 2, 3, 4, 5. Artıq 5-ci indeks element nə idi? 11 oldu və 11 silindi. Və print A deyir, artıq məndəki yekun nəticə necədir? 1, 3, 5, 7, 10 və 13. 1, 3, 5, 7, 10, 13 doğru cavab C variantı. Bu şəkildə bu testdə belə həll olundu. Yəni burada əslində çətin bir şey yoxdur. Sadəcə deyim sizin insert-ü, remove-u, delete-i, append-i bilib bilmədiyinizi soruşur. 64-cü sualla davam eləyək. Əslində bu sual da çətin sual deyil. Deməli, A.sort görürük burada. Bəs bu nə iş görür deyə soruşa bilərsiniz. Bu isə deməli siyahını sort edir. Yəni sort dediyimiz odur ki, kiçikdən böyüyə doğru elementləri düzür. Hərfdirsə onların ASCII kodlarına görə, ədədlərdirsə onların qiymətlərinə görə, dəyərlərinə görə deməli artan sırada düzəcək. Deməli mən əgər bunu sort eləsəm 0, 1, 2, 3, 6 və 9 şəklində bunu nə edəcək? Sort eləyəcək. Artıq yeni A nəyə bərabərdir? Buna bərabərdir və n bərabərdir 6 deyilir. Və for i in range 1-dən n çıxılsın 1. Deməli, n nə idi? 6 idi. Artıq onda bunun dəyəri neçə imiş? 5 imiş. Deməli, 1-dən 5-ə qədər. Təbii ki, burada i-nin qiymətləri nə olacaq? I-nin qiymətləri olacaq 1, 2, 3 və 4. Yəni, 5-in özünü almayacaq. Deməli, i-nin 1, 2, 3, 4 qiymətlərinə baxılır və deyilir ki, A-dakı, indi i-nin qiymətləri 1, 2, 3, 4-dürsə, avtomatik olaraq bu olacaq nə? 2, 3, 4 və 5. Deməli, 2, 3, 4, 5-ci indeksli yerlərə nə əlavə olunacaq? 5 əlavə olunacaq. Yəni, ardıcı olaraq 0-cı element nədir? 0-dır. Öz yerində qaldı. Birinci indeksli element öz yerində qaldı. Amma ikinci indeks elementi yerinə 5, üçüncü indeks elementi yerinə 5, dördüncü indeks elementi yerinə 5 və beşinci indeks elementi yerinə isə 5 dayanacaq. Bu şəkildə. Və ondan sonra mən 0, 1 yazmışdım. Artıq 2, 3, 6, 9 isə bunlardan sonra gələcək. 2, 3, 6, 9 bunlardan sonra gəldi. Bura qədər işin hamısı bitdi. İndi isə gəldim reverse-ə. Reverse nədir? Siyahını tərsinə çevirir. Yəni, yüzgü olaraq tərsinə çevirir. 9, 6, 3, 2, 5, 5, 5, 5 və 4 dənə 5 yazdıq mı? Bəli, yazdıq və 1, 0. Bu halda doğru cavabımız nədir? Doğru cavab D variantı.
Gəldik 105-ci suala. Deyir ki, Python-da yazılmış, bizə saniyə, Python-da yazılmış proqramın nəticəsini tapın deyir. Görürəm ki, burada funksiyalar var və funksiyalar da təbii ki, Dövlət İmtahan Mərkəzinin imtahanlarında tez-tez görülən suallardandır. Deyir, Python-da yazılmış proqramın nəticəsini müəyyən edin, tapın. İki funksiya görürəm, def simple 1 və def simple 2. Və deyir ki, A bərabərdir simple 2, 8, 6, 3. Artıq burada deməli, simple 2 funksiyası işə düşəcək və birinci yerə dayanan 8-dir, x-in qiyməti 8 olacaq. İkinci yerə dayanan 6-da y-in qiyməti 6 olacaq. Üçüncü yerə dayanan 3-dür, z-in qiyməti 3 olacaq. Və deyir ki, əgər x, yəni 8, 6-dan böyükdürsə, böyükdür və eyni zamanda çünki əndə diqqət etməniz lazımdır. Ənd varsa ikisi də eyni şərtli, eyni zamanda ödənməlidir ki, true cavabını ala bilək. Və eyni zamanda y z-dən kiçikdirsə, yəni y nədir burada? 6-dır. 6 da 3-dən kiçikdirsə, burada yanlışlıq var. Yəni bu ödənmədiyi üçün artıq mən bu if-in bu hissəsinə icra eləməyəcəm. Yəni bu x plus z-i icra eləməyəcəm. Bəs nə icra eləyəcəm? If-in əksi halını, yəni return x plus y. Deməli, x nə idi? 8 idi, y nə idi? 6 idi. Bunların cəmi nədir? 14. Artıq return nə olacaq? 14. Yəni 14 return olacaq, geri qaytarılacaq. Deməli, bu funksiyanın cavabı nədir? Yəni, dolayısıyla A-nın qiyməti nədir? 14-dür. Gəldim indi ikinciyə. Deyir, simple 3, 5, simple 1 daha doğrusu. 3, 5, 14. Çünki A-nın qiyməti axı 14 oldu. 3, 5, 14 ifadəsini neynə? Tap. Buradan mən görürəm ki, simple 1-də artıq y-x-ə vurur. Yəni, ikinci yerə dayanır, birinci yerə dayana vurur. 5 ilə 3-ü bir-birinə vursam 15 və üstünə gəlir nəyi? Z-i, yəni 3-cü yerə dayananı, o da 14 eləyəcək. Doğru cavab nədir? 29-dur. Artıq print olacaq nə? 29. Bu da maraqlı bir sual idi. Defin işləmə prinsipini öyrədən bir sualdır. Gəldim 59-cu suala. Klaviaturadan 6, 7, 8, 9, 0, 4, 3, 2 ədədi daxil edilərsə, Python-da yazılmış proqramın nəticəsini müəyyən edin. Əslində çox bəsit sualdır bu. Sadəcə deyilənləri yerinə yetirməlisiniz. Bura bu ədəd daxil olunu tutaq ki və n bərabərdir STR n. Artıq həmin ədədi sətrə çevirir. Deməli, STR nədir? Ədədi sətrə çevirdi. Yəni, artıq bu mətn tipində bir datadır. Və k bərabərdir len n. Yəni, k-nın qiyməti nə olacaq? N-in, yəni bayaqki mətnin uzunluğu. Length uzunluq deməkdir burada. Deməli, bu mətnin uzunluğu nəyə bərabər olacaq? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-ə bərabərdir. Və deyir ki, bu 8, yəni k, 3-dən böyükdürsə, böyükdür. Ona görə bu hissə artıq getdi, bu hissə işləyəcək. 3-dən böyükdürsə, onda belə bir şey icra elə. N bərabərdir n-in 1-dən 4-cü indeks arasında olan ədəd aralıq. Yəni, n-in qiyməti nə olacaq? Bunu indeksləsək 0, 1, 2, 3, 4, 5, 6, 7 şəklində nömrələsək, görərik ki, birinci indeksdən 4-cü indeksə qədər olan məsafə, yəni yer haradır? Birinci indeksdən 4-cü indeksə qədər olan və təbii ki, burada unutmayın ki, 4-cü indeks götürülməyəcək. Çünki sonuncu ədəd götürülmür Python-da. Yəni, 4 götürülməyəcək, olacaq nə? 1, 2, 3. Yəni 7, 8, 9. Deməli, artıq yeni n nəyə bərabərdir? 7, 8, 9. Yəni də bu hansı tipdə? Mətn tipində. Bu belə, çünki artıq mən burada işlərin hamısını çevirmişəm ki, yəni artıq bu n nədir? Mətn tipindədir. Gəldim ikinci. Deməli, n-in yeni qiyməti nədir? 7, 8, 9-dur. Deyir, əgər bu 7, 8, 9-un ədəd tipinə çevirsəm, yəni 7, 89 olsa, 350-dən böyüksə, təbii ki, böyükdür. Ona görə artıq bu else-də getdi, qaldı nə? Bu. Bu n-də 1 ilə 3 arasında olan nəyi tap? Ədədi tap. Yəni, 7, 8, 9-u da 0, 1, 2 şəklində nömrələsəm, birinci indeks haradır? Buradır. Və üçüncü indeks haradır? Yoxdur. Yəni, mən üçüncü indeks zaten götürməyəcəkdim. Bura qədər götürəcəkdim. Bu ədəd nəyə bərabər olacaq artıq? 89-a. Təbii ki, bu mətn tipində. Çünki artıq mən ədədə çevirməmişəm bu ifadəni. Deməli, doğru cavab nə olacaq? 89 olacaq və n-in son qiyməti nədir? 89-dur, yəni D variantı doğru cavabdır. Gəldim digər suala, 47-ci sualda nə deyir mənə? Deyir ki, Python-da yazılmış proqramın icrası zamanı klaviaturadan hansı ən böyük 5 rəqəmli natural ədəd daxil edilməlidir ki, nəticədə A dəyişəni üçün 2, B dəyişəni üçün 4 qiyməti çap olunsun.
Maraqlıdır bu da. Gəlin baxaq. Deməli, A dəyişəni üçün 2 çap olunmalıdır. B dəyişəni üçün 4 çap olunmalıdır. İndi burada görürəm ki, mən A nədir, B nədir? Yəni, onu bilmirəm. Gəlin ona baxaq. A-nın qiyməti burada dəyişir. Başlanğıc dəyərlərini bilirəm ki, 0-dır, orası heç. A-nın qiyməti burada dəyişir, başqa yerdə dəyişmir. B-nin qiyməti isə burada dəyişir, başqa yerdə dəyişmir. İndi, nə vaxt dəyişir sualı çıxır? Deməli, A nə vaxt dəyişir? A-nın dəyişdiyi vaxt Y-in 4-dən böyük olduğu vaxtdır. Bu belə. Bəs B-nin dəyişdiyi vaxt nə vaxtdır? Y-in 7-dən kiçik olduğu vaxtdır. İndi Y-in nə olduğuna baxaq. Y isə X-in 10-a bölməsindən alınan qalıqdır. Hə, artıq bu mənə tanış gəlir sanki. Necə tanış gəlir? Y bərabərdir. X-in 10-a bölməsindən alınan qalıq varsa, böyük ehtimal ki, kodun digər hissəsində Y-in deməli 10-a bölməsindən alınan tam hissədə vardır. Baxıram, daha doğrusu X-in 10-a bölməsindən alınan tam hissə vardır. Burada var. Deməli, artıq mənə hər şey aydındır ki, deməli, bu üçlü, bunu başqa rənglə göstərim. Bu üçlü mənə deyir ki, X-in rəqəmlərini tap və onları Y-ə mənimsət. Deməli, məndən ən böyük 5 rəqəmli ədədi istəyir. 5 rəqəmli bir ədəddir. 5. Və deyir ki, bunun rəqəmlərində məsəl bir şey var imiş. Yəni, əgər mənim bu Y-im rəqəmdirsə və bu rəqəm 4-dən böyükdürsə A-nın üzərinə 1 gəl, 7-dən kiçikdirsə B-nin üzərinə 1 gəl. Maraqlıdır. İndi deyib ki, mənə A 2-dir. Yəni, Y rəqəmdirsə, bu 5 rəqəmli ədədin 4-dən böyük rəqəmlərinin cəmi neçədir? Daha doğrusu sayı neçədir? A-dır, yəni 2-dir. Təkrar deyirəm. Deməli, Y bizə rəqəm idi. Həmin bu rəqəm 4-dən böyükdürsə, ümumiyyətlə rəqəmlər 4-dən böyükdürsə, dəyərləri, 4-dən böyük rəqəmlərinin sayı, daha doğrusu 4-dən böyükdürsə, onda A-nın üzərinə gəl, 1 gəl. Yəni, bu A-nın üzərinə 1 gəl teması odur ki, sadəcə sayını tap deməyə çalışır. Deməli, bu 5 rəqəm, bu kod 5 rəqəmli ədədin rəqəmlərindən 4-dən böyük olanların sayını A-ya mənimsədir. 7-dən kiçik olanların sayını isə B-yə mənimsədir. Artıq bunun nə iş gördüyünü bildik. Və mənə kod deyir ki, 4-dən böyük olanların sayı 2-yə bərabərdir. Yəni A-ya bərabərdir. Amma 7-dən kiçik olanların sayı 4-ə bərabərdir. Yəni B-yə bərabərdir. Deməli, mən elə bir ədəd qurmalıyam ki, ən böyük ədəd qurmalıyam. Çünki ən böyük istəyir məndən. Onun 4-dən böyük olan rəqəmlərinin sayı olsun 2, 7-dən kiçik olan rəqəmlərin sayı olsun 4. İndi isə gəlin onu tapmağa çalışaq. Mənim ən böyük səhvimə görə elə ilk səhvim nə olacaq? Birinciyə 9 yazmaq olacaq. Birinciyə tutaq ki, 9 yazdım. Niyə müəllim? Çünki məndən ən böyük istəyir. 1 yazası deyildim ki, 9 yazmalıydım. 8 yazası deyildim ki, 9 yazmalıydım. 9 yazdım. Əla. Əgər mən 9 yazdımsa, onda bu rəqəm üçün A və B necə dəyişəcək? Gəlin ona baxaq. Birinci rəqəm 9-dursa, onda 9 deyir ki, 4-dən böyükdürmü? Rəqəm 4-dən böyükdür də. Bəli. 4-dən böyükdürsə artıq avtomatik A-nın qiyməti nə olacaq? A-nın qiyməti 1 olacaq. Artıq mənim növbəti bu 4 dənə rəqəm var. 4 dənə rəqəmi elə ehtiyatla hərəkət etdirməliyəm ki, elə ehtiyatlı seçməliyəm ki, həmin bu A-nın qiyməti artıq 1 vayd artsın. Çünki artıq 1 vayd burada var. 1 vayd artmalıdır ki, olsun nə? 2. Ona görə A-nın qiymətinin 1 vayd artması üçün bura ehtiyatla yanaşmalıyam. Çünki elə bir şey qoyaram ki, 2 vayd artar, artıq A-nın qiyməti olar 3 vayd, və ya da 4 vayd, və ya da 2-dən çox böyük bir şey. İndi, bu 4 dənə rəqəmi elə seçməliyəm ki, nə şiş yansın, nə kebab. Yəni, 4-dən böyük olsun bir dənəsi. 4-dən böyük olsun. Və deməli, B plus 7-dən isə kiçik olsun 4 dənəsi. Çox maraqlıdır. 4 dənə mənim rəqəmim var. Mən eyni zamanda necə eləməliyəm ki, 4 dənəsi həm B-yə uyğun olsun, həm də ki, A-nın şərtini ödəsin. Elə bir şey mümkündür? Bəli, mümkündür. Yəni, 4 dənə rəqəmi elə seçməlisiniz ki, onlardan biri, bir dənəsi bunu ödəsin. Amma eyni zamanda həmin o biri nəyi ödəsin? Bunu ödəsin. Yəni, 7-dən kiçik olma şərtini ödəsin. Çətin sualdır, amma maraqlı sualdır. Yəni, öyrənəndən sonra yazmaq mümkündür. Deməli, 4 dənə rəqəmi seçməliyəm mən. Gəlin əvvəlcə elə eləyək ki, deməli,
Bura böyük bir şey atmağa çalışaq. Tutaq ki, mən yazmaq istəyirəm bura nə? 7-dən kiçik ən böyük ədəd hansıdır? 6-dır. 6 yazmaq istəyirəm. Yaza bilərəmmi? Bəli, yaza bilərəm. Bəs müəllim, bura işləyəcək, nə olacaq bura? İşləsin, problem deyil. Zaten mənim bura bir dənəsi işləyə bilər. Heç bir problem yox idi. Deməli, əgər bura 6 yaza bilirəmsə, nəyə görə 6 yazıram? Çünki istəyirəm ki, bu şərt ödənsin. Çünki 4 dənə rəqəmim var axı, 4 dənə rəqəm işləməlidir ki, B-nin qiyməti avtomatik 4 olsun. Deməli, mən 20 artıq nə yaza bilərəm? Rəqəm mən ən çox nə yaza bilərdim? 6 yaza bilərdim. 6-nı qoydum bura. Qalan bu 3 dənəsini elə seçməliyəm ki, ancaq nə ödənsin? Ancaq bu ödənsin. Yəni y-dən kiçik olsun. Daha doğrusu 7-dən kiçik olsun. 7-dən kiçik, amma 4-dən böyük olmayan hansı rəqəm var? Ən böyük təbii ki 4 var. Maraqlıdır, niyə? Çünki 7-dən kiçik 6, 5 bunlar 4-dən böyükdür. 6, 5 bundan, yəni 4-dən böyükdür. Əgər mən 6, 5 yazsaydım, 4-dən böyük olacaqdı və avtomatik A-nın qiyməti vahidlərcə artacaqdı, düzdürmü? Həmin o vahidlərin qarşısını almaq üçün mən nə etdim? Deməli, artıq mən 7-dən kiçik, amma 4-dən böyük olmayan bir şey seçirəm. Yəni 4-ün də özünü seçirəm ki, 4-dən böyük olmasın. Ona görə bura ən çox nə yaza bilərəm? 4 yaza bilərəm. Deməli, 9, 6, 4, 4, 4. Doğru cavab da Y variantı gəlmiş olur. Maraqlı sual idi. İzahı bu şəkildədir. Yenə deyirəm, izahlar uzun ola bilər. Çünki zaten izah bu şəkildə olmalıdır. Deməli, məsələnin izahı ilə ümumiyyətlə mövzunun bu şəkildə, testin izahı ayrı-ayrı temalardır. Ona görə də izaha baxsaz, əslində siz digər testlərdə yazmış olacaqsınız. Həllə baxmayın, izaha baxın. Gəldik 38-ci suala. Deyir ki, əgər A və B üçün daxil edilən ədədlər uyğun olaraq 2 və 3 olarsa, Python-da yazılmış proqramın nəticəsini müəyyən edin deyir mənə. Bu da if, elif bilgilərimizi yoxlayan sualı və imtahanı tez-tez düşür. Deyək ki, burada A 2-dir, B 3-dür. Onda C-nin qiyməti nə olacaq? 2-nin kvadratı, çünki 2-dən ulduz kvadrat deməkdir, daha doğrusu qüvvət deməkdir. 2 yazılıb deyə kvadrat olacaq. Yəni 2 üstü 2, 4, 3 üstü 2, 9. Cəm neçədir? 13-dür. Deməli, artıq C-nin qiyməti nə imiş? 13 imiş. Bu belə. Soruşur ki, mənə C 5-ə bərabərdir? Xeyr. Ona görə artıq bura getdi. Gəldim else. Elsin içini yoxlayacağım. Soruşur ki, C 10-a bərabərdirmi? Xeyr. Artıq bu da getdi. Artıq buradakı elsin içini yoxlayacağım. Soruşur ki, C 12-yə bərabərdir? Xeyr. Artıq bu da getdi. Buradakı elsin içini yoxlayacağım. 13-ə bərabərdir? Bəli. Artıq level 4 çap olundu. Və deməli, else print other level artıq çap olunmayacaq. Doğru cavab nədir? C variantıdır. Bu da maraqlı sual idi. Və digər suala baxaq. Deyir, n dəyişəninin hansı ən böyük natural qiymətində Python-da yazılmış proqramın nəticəsi 1 olar. Python proqramının nəticəsinin 1 olması üçün, deməli, bu işləməlidir. Görürəm ki, koddan bu işləməlidir. Və bunun işləməsi üçün də n nə olmalıdır? 75-dən kiçik olmalıdır. Yəni, n dediyim buradakı n deyil. Çünki n üzərində bəzi dəyişikliklər olunmuş. Yəni, 8-ə bölməsindən alınan tam hissə tapılıbmış. Nə bilim, sonra n-dən çıxıblar n-in 10-a bölməsindən alınan qalığı və ondan sonra artıq yeni n-in qiyməti 75-dən kiçik olmalıdır. İndi əsas məqam buradır. Yəni, siz bura fikir verməlisiniz. Bu nə deməkdir? Gəlin baxaq ona. Deməli, n-dən n-in 10-a bölməsindən alınan tam qalıq hissəni çıxmaq, yəni qalığı çıxmaq o deməkdir ki, bunun son rəqəmini sil deməkdir. Misal üçün, 85 ədədidir. 85-dən siz 85-in 10-a bölməsindən alınan qalığı tapın, yəni çıxın. 5-i çıxacam, düzdürmü? Nəyə bərabərdir? 80-ə bərabər olmuş olacaq. Bu şəkildə, yəni son rəqəmi silmək deməkdir əslində bu. Və deməli, burasının bana düşdüysə əgər 75-dən kiçik, məndən ən böyük istəyir, bəli. 75-dən kiçik hansı ən böyük ədəd 0-la qurtarır? Bu şəkildə öz-özümüzə sual verməliyik. O da ki, 70 ədədidir. Və bu 70 ədədinin 10-a bölməsindən alınan qalığı çıxdıqda 70 ədədinin əslində ən çox neçə olacağını görürəm.
79 olacağını görürəm. Maraqlıdır, niyə? Çünki əslində buradakı n 79-dur ki, 79-dan 79-un 10-a bölməsindən alınan qalıq, yəni 9-u çıxıblarmış, alıblar nəyi? 70-i. Yəni siz oradakı son rəqəmi 9-u ən çox götürməyə çalışın, çünki ən böyük natural qiyməti istəyir məndən. Ona görə mən bunu 79 götürürəm. Və buradakı artıq bura girəndə n-in qiyməti nə oldu? 79 oldu. Və deyir ki, n-in 8-ə bölməsindən alınan tam hissəyə bərabər elə. Yəni elə bir n-in qiyməti var imiş ki, onun 8-ə bölməsindən alınan tam hissə nəyə bərabər imiş? 79-a bərabər imiş. Onda n-in maksimum dəyəri neçədir? 79 vur 8. Xeyr, 79 vur 8 deyil. Niyə? Çünki burada tam hissə 79-a bərabərdir. Bəlkə onun qalığı var imiş, bəlkə burada qalıq var imiş nəsə. Və bu qalığı da mən maksimum götürməliyəm. Maksimumda 8 bölməsindən alınan qalıq neçə ola bilər? 7 ola bilər. Deməli, əslində n-in qiyməti 79 vur 8 üstə gəl qalıq olan 7-dir. Yəni 560 üstə gəlilsin 72 üstə gəlilsin 7, o da bərabərdir 639. Doğru cavab da nədir? C variantıdır. Bu da bu şəkildə bir maraqlı sual idi. Bugünkü video bu qədər. Deməli, bu videoda biz artıq Python-dan Dövlət İmtahan Mərkəzinin sala biləcəyi 10 müxtəlif sualın izahına baxdıq və bu suallar həqiqətən də çox maraqlı idi və imtahana düşə biləcəyi tipdən bir suallardır. Suallarla bağlı, izahla bağlı hər hansı bir fikriniz, iradınız, təklifiniz varsa, kommentlər bölməsində bildirməyiniz çox xoş olardı. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı, videoya şərh yazmağı və like atmağı unutmayın. Sağ olun.